Ben Azərbaycan Respublikasının bu ağır devrinde bu yükü özlerime götürmüşüm. Ve götürmüşüm ona göre yok ki bu vazife mənə lazımdır bəziləri üçün. Bəziləri ona can atırlar, yok. Götürmüşüm ona göre ki öz bacı kardeşlerime, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edin. Dəfələrlə demişəm, hayatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. 1991-ci il oktyabr ayının 18-də öz dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq Azərbaycan ərazisinin parçalanma təhlükəsi yaranmışdı. Bir tərəfdən daxili parçalanma meylləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni separatçıları fəallaşmağa başladılar. 1992-1993-cü illər Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Xalq yaxşı anlayırdı ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs məhz Heydər Əliyev. Belə bir vəziyyətdə 1993-cü ilin iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. O dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir daha itirilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin sədri seçildi. Beləliklə də həmin tarix ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, milli qurtuluş günü kimi tariximizə yazıldı. İyun ayının 24-də Əbülfəz Elçibəyin öz vəzifəsindən getməsi ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev oktyabrın 3-də prezident seçkiləri nəticəsində səs çoxluğu ilə öz rəqiblərini geridə qoydu. Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında beynəlxalq əlaqələrdə dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelerini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cü ilin sentyabr ayının 20-sində isə xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə Əsrin Müqaviləsi adlı tarixi sənəd imzalandı. Bu isə Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerini tutması istiqamətində yeni bir mərhələ başlandı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Bugün Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ yerinə yetirən, dövlət suverenliyini bərpa edən lider bir dövlət olaraq adını tarixə yazmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu Qarabağda dayanır. Qarabağımızda Azərbaycan bayrağı dalğalanır. Qazanılan hər bir uğur isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də məhz bu prinsiplərə sadiqliyidir. Ulu Öndərin qeyd etdiyi kimi, Azərbaycan dünyaya günəş kimi doğacaq fikri artıq öz təsdiqini tapmışdır.